Zaten Azərbaycanda bəlli bir məbləğdən pulu keçəndən sonra Azərbaycan daxilində hamımız bilirik ki, o düz yollarla qazanıla bilməz. Sual nədən ortaya çıxır? Sual o olur ki, İlman müəllimə sual vermək istəyirəm. Bu Adnanzadə Adnan Əhmədzadə 23-dən çıxıb 25-ci ilə qədər necə Azərbaycan neftinə göstəriş verəcək səlahiyyətdə olub və yaxud da bu adamı illərlə orada kimlər saxlayıb? Bunun çetəsi hələ də baxın neçə gündə həbs olunub, hələ də ifşa olunmayıb. Yəni bu nədir? 2 vur 2 də burada Zahir bəy var. Biz bilmirik axı ifşa olunmayıb. Biz bilməliyik. Baxın Zahir mənim maraqlı sirri deyilən bir şey var. Bilirsiniz, sir deyə Adnan Əhmədzadə milyardlarla pul idi. Bir ay bundan qabaq mən gəlib burada sizə Adnan Əhmədzadəni tənqid eləsəydim, deyəcəksiniz ki, hər biznes adamını, iş adamını tənqid edirsiniz, hamısına bolşevik yanaşması kimi baxırsınız. Yəni biz məlumatlandırılmalıdır, cəmiyyət məlumatlandırılmalıdır. Adamın neftə çıxışı hardandır, kimin vasitəsindəndir? O Nəcəfov, Rövşən Nəcəfov hara baxırmış? Bunlar nə vaxtdan orada oturub, necə zəhərləyiblər? Yəni o neftin tərkibinə maddələri kimlərlə qatıblar? Yəni bilirsiniz, cəmiyyəti və müxalifəti ümumiyyətlə görməzdən gəlmək olmaz. Dünənə qədər bunlar biz deməliyik, Elman bəy bu məsələlərsə. Çünki bu adamlar sizin kadrlardır, bizim kadrlar deyil. Bunu ora sizlər təyin eləmişsiniz, onun ətrafını sizlər təyin eləmişsiniz. Dünən mən kadrlarına baxırdım, siz də baxa bilərsiniz. Ronaldinho-nu gətirir Bakıya, səhv eləmirəmsə Gəncə İdman Nazirinin müavini qarşılayır adamı. Adnan Əhmədzadənin Gəncə İdman Nazirinin müavini hansı statusla onu qarşılanır nazirlik səviyyəsində? Bunu Azərbaycan siyasi elitasına təqdim edənlər kim idi? O protokol yerlərində heç Elman müəllimin də belə deputat kimi oturmadığı o yüksək protokol kürsülərinə bunu kim aparırdı? Bunlar bilirsiniz mənə maraqlıdır və mən tələb də edirəm. Adiyyətə bizim gördüyümüzü xüsusi xidmət orqanları görmürdümü, hüquq mühafizə orqanları görmürdümü, siz görmürdünüz. Məsələn, mənə maraqlı idi, SOCAR-ın keçmiş əməkdaşı. Qardaş, bizdə bilirsiniz də işdən çıxarılanda necə olur? Bir gün əmri verirlər, sənin o obyektdə girişin belə qadağan olur. Adam 23-dən çıxıb, 23-cü ildən işdən çıxan adam 25-ci ilin iyun ayında Azərbaycan neftinə sərəncam verir. Yəni bu məsələlər bizi narahat edir və mən nədən narahatam daha çox? Azərbaycanın digər strateji sahələrində də adnanların varlığından narahatam, onların da elə ifşa olunmamasından narahatam. Hər Adnan Əhmədzadə bizə 2 milyard ziyan vursa, elə Azərbaycanın gücü bunlardan pulu geri almağı deyil. Məsələn, Səlim Müslimov deyir, indi məsəl üçün Səlim Müslimov heç də həbsdə filəndə də deyil. Gedib evində də oturub, milyonları da yedi və yaxud da digərləri var. Nədir? Çovdarov, milyonları yedi, bazarında qaytardılar. Yəni bilirsiniz, elə hər gələn 5-10 manat, o da William Hacıyev icra başçısı. İndi yoldaşı, ailəsi, oğlanları məhkəməyə verib ki, o pullar zaten bizimdir, geri qaytarın. Yəni bilirsiniz, elə hər gələn dövlətə bu qədər ziyan vuracaqsa, bu yetim haqqını, qul haqqını yiyəcəksə, onda bu dövlət strukturları hara baxır, nəyə baxır, necə bir nəzarət, mexanizm hanı? Ona görə deyirəm ki, Zahir bəy, müxalifətin nəzarət mexanizmi təmin olunmalıdır. SOCAR-a müxalifətin heç bir nəzarət mexanizmi yoxdur. SOCAR-a bir sual verə bilmək, dövlət qurumlarına heç bir sual vermək, hansısa təyinatda, hansısa bir müşahidə, heç bir yoxdur. Yəni, belə müxalifət tam qıraqdadır, özləri yiyir, özləri oğruyur, özləri lazım olunda tutur, özləri buraxır. Yəni, özləri deyəndə iqtidar ümumi anlamda deyirəm, yəni konkret şəxslər demirəm. Adnanlar bir dənədirmi? Çıxın Bakı küçələrinə görün nə qədər 500 min dəyərində olan avtomobil sürənlər var. Hamısı hava yolunda.